Ən bərk gedən rubrikasında gənc bir idmançı barədə süjetlə açmaq istəyirəm. Çünki bu gənc həqiqətən bərk gedəndir və bunu idman meydançalarında kompromissiz mübarizədə sübut edir. Əslində onun hələ ən başlanğıcında olan idman karyerası sükan arxasına əyləşib özünü küçələrdə təsdiqləməyə çalışan bir çoxları üçün artıq nümunə ola bilər. Bəli, deyəsən beynəlxalq avtomobil idmanında Azərbaycan bayrağının dalğalanmasına çox yaxınıq. Belə ki, ötən yay Bakıda karting üzrə keçirilmiş Red Bull Kart Fighter birinciliyinin qalibi Gülhüseyn Abdullayev tezliklə İtaliyaya dünya birinciliyinə yola düşür. O bu günə qədər Türkiyədə keçirilən bir çox yarışları fəxri podiumda başa vurmuşdu. Azərbaycan birinciliyinin qalibi oldu. Formula 1 əfsanəsi David Coulthard özü onu təbrik etdi və simvolik sükan bağışladı. Və budur qarşıda olduqca məsuliyyətli start gözləyir. Biz Gülhüseynlə onun doğma 6 saylı məktəbində görüşdük. Burada onun özəl çempion cuşəsi də var. Çempion mənə mükafatlarını fəxrlə göstərir. 8 yaşımda mən bir dənə karting sentri adında bir yer vardı, karting mərkəzi. Ora papa dedi, əyləncə üçün gedək, sürməyə. Bir iki dəfə sürdüm, xoşuma gəldi. Mən lap onda balaca idim hələ. Xoşuma gəldi. Atama dedim ki, mən bir də gəlmək istəyirəm bura hər gün. Yəni hər gün mən məşqlərimdən çıxandan sonra, dərslərimdən çıxandan sonra gedirdim ora, hər axşam məşq edirdim. Atam orada mənim əlimdə tutmuşdu və məşq eləyirdim. Atam mən buna idman həvəsimi gördü. 2006-cı ildə Türkiyə karting çempionatı keçirilirdi. Yəni 25 küçük adam proyekti vardı, onu tapdı. Biz getdik ora, orada danışdı, kvalifikasiyaya düşdüm. 136 nəfərdən 25-liyə düşdüm və bütün sezonda yarışmaq hüququ qazandım. 4-cü yerə qədər yüksəldim Bursada. Buna görə də ilk onluqda olanlara Avropa çempionatından bir etapı keçirilirdi orada. Onunla iştirak eləmə hüquq qazandım. Bu Avropa çempionatında iştirak edən belə sezonu ümumiyyətlə 7-ci qutardım ümumi xala görə. Sonra məndə biraz fasilə oldu bəzi səbəblərə görə. Bir də keçən ili 2010-2011 il sezonunda təzədən başladım yarışmağa. İlk deməli qələbəm bu il Azərbaycan çempionatında oldu. Yəni ilk dəfə birinci yeri bu çempionatda qazandım. Və bundan əvvəl keçən il sezonda çoxlu yerlərim olmuşdu. 3-cü yer, 2-ci yer olmuşdu. Ondan qabaq 2-ci yer bir dənə tutmuşdum Türkiyədə. Bir dənə 3-cü yer yenə də Türkiyədən ənənəvi çempionatını tutmuşdum. 7 etaplıq çempionatidir. Bunda 2 yarışda podiuma çıxdım. Amma bu sezon bütün yarışlarda artıq podiumdaydım. Axırıncı yarışda birinci olmuşam. Mən Gülhüseyndən soruşuram, o İtaliyada qarşılaşacağı rəqibləri barədə hər hansı informasiya malikdirmi və onlara qarşı mübarizə strategiyası seçibmi? Bilirəm ki, hamısı peşəkar, professional sürücülərdir. Bunlar artıq onların mimikalarından, bir də özlərinin yarış videolarına baxmışam. Onlardan artıq bilinir. Məsələn, elə qonşu ölkədəki Rusiyadan çıxan yarışçı özü 6000 nəfər arasından çıxıb, hansı ki, çox böyük bir rəqəmdir. Onu da özü də deyir ki, yarışda birinci etapda yağış yağmağı ona bəxtə gətirib, çünki yağışda yaxışdırır. Mən də İtaliyada yağış gözləyirəm, çünki mənə yağış yarışlarında yaxşı çıxış edirəm. Türkiyədə mənə Reymen adlandırırlar, Senna kimi. Burada da... Yəni yağışda yaxşı çıxış edir. Yağışda mən belə quruda bir dənə uşaq var, bizə dünya çempionudur. Dünyada, amma reytinə görə ümumidə 3-cüdür. Mən yağışda onu udmuşdum. Ən böyük arzum oldu Formula 1-ə çatım. Hal-hazırda Formula 1 olmazsa yenə də Formula 3 və yaxud da GP2 seriyalarına birinə düşmək arzusundayım. Məsələn, bəlkə Allah qoysa bu dünya finalını utsam, bəlkə mənə Formula 3 komandalarına və yaxud GP2 komandalarına təklif gəldi. Mən inanıram ki, qalib gələcəksən. İnşallah. Çox sağ olun. Gəlin birlikdə Gülhüseynə yağış arzulayaq, qələbə arzulayaq.